Avtomobilin farsunkası stent olunur. Nəticələr hər biri göz qabağındadır. Çünki farsunka təmirdən çıxıbdır. Bu gördüyümüz yeni bir farsunkanın sürülməsidir, vurulmasıdır, hansı dərəcədə vurulmasıdır. Bunların hər biri bizim avadanlıq bizim göz qabağımıza qoyur ki, avtomobilin farsunkasında problem yoxdur. Və nəticə nədir usta? Nəticə əla. Əlbəttə ki, əla vəziyyətdə də olmalıdır. Çünki farsunka yuyulub, təmir olunub, stent olunub, qardaşın avtomobilinə təhvil veriləcək. Hansı ki, həmən farsunka 3 ay bundan öncə bəzi mağazalardan alınmışdır və 3 aydan sonra yenidən problem yaşanılıb. Fikirləşməyin ki, farsunkanın yenisini qoyacam, biz problem yaşamayacaq. Nə qədər yeni də qoysaz, keyfiyyətsiz yanacaqdan istifadə etsəz, bugünkü gün həmən xərc ikinci dəfədə çəkiləcək. Bu gün Azərbaycanın dizel sürən mühərriklərin əksəriyyətində bu cür problemlər yaşanılır. Nəticə nədir? Keyfiyyətsiz yanacaq. Və bugünkü gündə qardaş bu 3 farsunkanın silindrinin sıradan çıxması, bax bu gün də həmən farsunkalardan biridir. Avtomobilin bax gördüyünüz iynə vurmur. Obratın klapanında problem var. Ona görə də nə olur? Gedirsiniz 400-500 manatlıq xərcinizi biz 3 qat, 4 qat aşağı qiymətə həmən farsunkanın keyfiyyətində, həmən farsunkanın iş prinsipində sizə farsunka təhvil veririk və siz də əlbəttə ki, qarantiyalı şəkildə istifadə edərək sürürsünüz. Bizim servisdə sizə söz verirəm ki, yox sözü olmayacaq. Hər bir gördüyümüz işdə, verdiyimiz detalda istər bu sistemada olsun, istər digər sistemada olsun. Fərqi yoxdur. Zəmanət veririk, zəmanətimizə də birbaşa olaraq cavab deyirik. Və bu gün qardaş hansı ki 1000 manatlıq, 800 manatlıq xərcini biz 3 qat, 4 qat aşağı qiymətə həmən effektdə iş görüb qardaşa təhvil verəcəyik. Sizə nə lazımdır? Avtomobil işləsin, qarantiya olsun, gördüyümüz işdə keyfiyyət olsun. Biz də bunları cəmləşdirməyə bacarırıq. Bağla.